Salam əziz tələbələr, sizə bu günləri 27 aprel 2025-ci il tarixində keçirilmiş sınaq imtahanının test izahını verəcəm. Deməli, ilk sualımız nədir? Dizayn lent tabının təyinatına aiddir. PowerPoint sualıdır. Açaq PowerPoint-i. Dizayn lent tabından söhbət gedir. Baxaq görə fikirlər nədir? İlk fikirdə deyir ki, slaydın ölçüsünün dəyişdirilməsi. Bəli, bu doğru cavabdır. Gedək baxaq görək hardadır. Design Lab tabında Customize qrupunda fikir verin Slide Size. Hətta burada Custom Slide Size deyərək buradan enini, hündürlüyünü dəyişə bilirik. Deməli, bir doğru fikirdir. Sonra slaydlara animasiya effektlərinin verilməsi. Slaydlara animasiya dedisə, bu Transition tabındadır. Obyektlərə animasiya desəydi, o da Animation tabındadır. Yəni, Design tabı ilə heç bir əlaqəsi yoxdur. Ona görə ikinci bəndi çıxdaş edirik. Gəldik üçüncüyə. Slayda şəkil, səs, simvol əlavə edilməsi. Slayda nələrinsə şəkildir, videodur, səsdir, bunları əlavə etmək Insert-də media qrupundadır. Audio, video, şəkil əlavə eləmək isə image qrupunda. Deməli, 3 də yanlışdır. Yəni, dizayn tabında olmadı. Keçdik 4-ə. Cari slaydın gizlədilməsi. Slaydların gizlədilməsi Slideshow tabında Hide Slide əmri Setup qrupundadır. Bu da dizayn tabında deyilmiş. 4-ü də çıxdaş elədiyi variantlardan 2, 3, 4 olanları çıxsaq, 4-ü 4 əslində variantı tapmışıq. Yəni, düzgün cavabımızı tapmışıq. Amma yenə də baxaq hər bir bəndə. Slaydlara şablon mövzuların tətbiqi. Bəli, bu doğrudur. Gedək baxaq. Dizaynda şablon mövzular. Baxın, bunlardan söhbət gedir. Temalardan söhbət gedir. Sonra, slaydların səmtinin dəyişdirilməsi. Yəni, albom rejimli mi olsun, yoxsa portret rejimli mi? Yəni, onun orientasiyası portret və yaxud da landscape. Design tabında, Customize qrupundadır. Bu da doğru cavabdır. Arxa plan üslublarının seçilməsi. Bəli, burada hər hansı bir şablonu seçəndən sonra onun variantları var burada. Üslublarını seçə bilərik ki, necə rəng olsun, şrift necə olsun, effekt necə olsun və s. Bu da doğrudur. Slaydların nümayiş ardıcıllığının seçilməsi. Slaydların nümayiş ardıcılığı Slideshow-da Custom Slideshow əmri idi. Yadınızdadırsa, istənilən ardıcıllıqla deyəndə Custom Slideshow götürürdük. Hər hansı bir intervalda olan, aralıqda olan slaydların təqdimatı desə, Setup Slideshow götürürdük. Çünki burada From To əmri var idi. Yeri gəlmişkən bunu da dedik. 8-də çıxdaş eləməliydik. Doğru cavabımız oldu B bəndi. 27. Verilmiş onluq ədədlərin arasından ikili say sistemindəki yazılışında 5 dəfə bir rəqəmi iştirak edənləri seçin. Bunları əslində ikiliyə keçirə də bilərsiniz, yəni 2-yə bölə-bölə də tapa bilərsiniz. Amma digər bir yolumuz da var. Bunu 2-nin qüvvətlərinə, yəni verilmiş hər bir ədədi 2-nin qüvvətlərinə parçalayaraq da həll edə bilərsiniz. Məsəl üçün, baxaq burada birinci elə 47-yə. 47-ni mən 2-nin qüvvətlərini parçalamaq istəsəm, əvvəlcə yazaram ki, bu 2 üstü 5, yəni 2 üstü 6 olmaz, çünki 2 üstü 6 64-dür. 2 üstü 5, bu elədir 32. 47-dən 32 çıxanda yerdə qalıb 15-im hələ. 15 qalıbsa, onda mən 2 üstü 4 yaza bilmərəm. 2 üstü 3 yazacam, elədi 8. Qaldı yerdə 7. 2 üstü 2. Qaldığı yerdə 4-dən də çıxsaq 3, 2 üstü 1 və 2 üstü 0. 32 üstə gəl 8 elədi 40, 44, 46 və 47. Parçaladıq. Ondan sonra baxırsınız. Burada var olanların sayı qədər birimiz olur. Baxıram, neçədən ədədim var? 1, 2, 3, 4, 5. 5 dənə ədədim varsa, burada 5 ədəd də birim olmuş olur. 5 ədəd birim olur. Çünki biz həmişə deyirik ki, 2 üstü n ədədində bir dənə 1, n sayda 0 var. Həmişə belə bir cümlə işlədirik. 2 üstü n ədədində bu qaydadır. Bir dənə 1 olur, n sayda 0 olur. İndi təsəvvür edin ki, mən bunların hər birini oxuyanda belə deyəcəm. Bir dənə 1, 5 dənə 0. Bir dənə 1, 3 dənə 0. Bir dənə 1, 2 dənə 0. Üstü qədər 0 olur axı. Bir dənə 1, bir dənə 0. Bir dənə 1, 0 yoxdur. Yəni, bunların hər birində deyirəm ki, bir dənə 1. Yəni, bu sözü işlədirəm. Və mənim deməli, burada neçə dənə ədədim varsa, o qədər də birim olmuş olur. İndi keçək sıfırların sayını necə tapaq? Düzdür, bu bizdən zaten sıfırları soruşmur. Əslində 5 ədəd 1 olanları seçin deyirdi. Biri 47-dir, tapmışıq bunu. Amma gəlin görə bəs sıfırları necə tapacaq soruşsa. Baxırsınız ki, burada bizdə maksimum nədir? 2 üstü 5-dir.
Minimum isə həmişə 2 üstü 0 olaraq baxacaq. Yəni, bu burada olsa da onu nəzərə almalıyıq, olmasa da. 2 üstü 5 mənim maksimumdur. 2 üstü 0-dan 2 üstü 5-ə qədər arada neçə dənəni itirib, yəni 2 üstü neçələri itirib. Baxıram ki, 2 üstü 0 var, 2 üstü 1 var, 2 üstü 2 var, 2 üstü 3 var, 2 üstü 4-ü itirib. Yəni 2 üstü 4 yoxdur burada hal-hazırda bu sırada. Və bu yoxdursa, neçə dənəsi yoxdur? Bir dənəsi. Deməli, mənim burada bir ədəd sıfırım var. Yəni, belə deyim, ədədi parçalayırsınız 2-nin qüvvətlərinə, var olanların sayı qədər biriniz olur, arada itirilənlərin sayı qədər də həmişə sıfırınız olur. İndi keçək, məsəl üçün 233-ü parçalayaq görək, 233-də necə olur? 233 onluqdadır. 2-nin qüvvətlərinə parçalamaq istəsəm, 2 üstü 8-dən başlaya bilmərəm, çünki 2 üstü 8 256-dır. Ona görə yazıram 2 üstü 7, yəni 128. Bunun 128-i gedəndə yerdə qalıb 105-i. Onda rahatlıqla 2 üstü 6 yazaram. Bu elədi 64. Yerdə qaldı 41-imiz. 2 üstü 5, 32. Yerdə qaldı 9-u. 2 üstü 3, 8. Bir də 2 üstü 0 yazıram ki, tamamlansın. Yəni 1 qalırdı, tamamladım. Bu ədədləri toplasanız görəcəksiniz ki, 233 alırsınız. İndi gəlin tapaq görək, burada neçə dənə 1 var? 1, 2, 3, 4, 5. 5 ədəd 1-im var. Deməli, bu da mənim üçün doğru cavabdır. İndi bəs olmayanların sayı, yəni sıfırlarımın sayı nə qədərdir? Fikir versəz, 2 üstü 1 yoxdur. 2 üstü 2 yoxdur. Sonra 2 üstü 4 yoxdur. Və salam, 2 üstü 7-yə qədər qalan hamısı var. 3 dənəsi yoxdur. Deməli, bu ədəddə, yəni 233 ədədində 3 dənə də sıfırımız var. 3 ədəd də sıfırımız var. Deməli, mənim üçün doğru cavablardan biri 1-dir, biri də 2-dir. Hər halda 1, 2, digəri də 5 olacaq. Baxaq görək 213-ə. 213-ü parçalasaq, yenə 2 üstü 8 yaza bilmərəm. 2 üstü 7-dən başlayacağım bunda. Yazıram 2 üstü 7. Yerdə qaldı 85-imiz. 2 üstü 6. Yerdə qaldı 21-imiz. 2 üstü 5 yaza bilməyəcəm. 2 üstü 4 yazıram. Çünki 5 32-dir. Qaldı orada 5-imiz. 2 üstü 2 və 2 üstü 0. Baxıram, yenə neçə dənəsi var? 1, 2, 3, 4, 5. 5 dənəsi var. Arada neçə dənəsi yoxdur? Yəni, sıfırlarımın sayını soruşsa, 5 dənə birim var. Bu 100%-dir. Bəs sıfırlarımın sayı nə qədərdir? 2 üstü 1 itirib, 2 üstü 3 itirib, bir də 2 üstü 5 itirib. 3 dənəsini itiribsə, deməli, 3 ədəd də sıfır var imiş. Yəni, indi bir dənə digərlərinə, məsəl üçün 3-ü yoxlayaq. 3-ü yoxlayaq, 4 artıq ehtiyac qalmayacaq zaten yoxlamağa. 3-ü yoxlayanda 254 yazılır. Gəlin buradan yazaq. 254. Bunu parçalayıram yenə 2-nin qüvvətlərinə. Görək, niyə səhv oldu ki bu? Yəni, neçə dənə biri var imiş bunun? Yenə bunu 2 üstü 8 ilə başlada bilməyəcək, çünki 2 üstü 8 dedik ki, 256-dır. Yenə 2 üstü 7 ilə başladıram. Yerdə qaldı 126-mız. 2 üstü 6 yazıram. Sonra yerdə qaldı 62. 2 üstü 5 yazıram. Yerdə qaldı 30-u. 2 üstü 4. Yerdə qaldı 14-ü. 2 üstü 3. Yerdə qaldı 6-sı. Onu da 2 üstü 2 və 2 üstü 1 kimi yazarıq. İndi baxıram, neçə dənə 1 var? 1, 2, 3, 4, 5, 6, 7. 7 ədəd birim var. Var olanların sayı qədər birim var. Bəs sıfırlarım nə qədərdir? Fikir verin, 2 üstü 0-ın özü yoxdur. Həmişə 2 üstü 0-dan başlayırıq saymağa, amma maksimum həddimiz burada olandır. 2 üstü 0 yoxdur. 1, 2, 3, 4, 5, 6 qalan hamısı var. Deməli, bunun bir ədəd 0 var imiş. Bu ədəddə 7 dənə 1, bir dənə də 0 var. Vəssalam. Artıq 4-cünü də yoxlamağa ehtiyac yoxdur. Cavab oldu Y bəndi. Keçdik 28-ə. Hər hansı internet resursunun identifikatoru bu şəkildə verilmişdir. Bu identifikatorun hansı hissəsi resursun ötürülməsi üçün istifadə olunan protokolu göstərir. Protokolu soruşanda ümumiyyətlə həmişə gedin ən solda nə yazılıbsa ona baxın. Ən solda qoşa nöqtənin əvvəlində nə yazılıbsa protokol həmişə odur. Cavab C bəndidir. Bəs yaxşı, burada FTP nədir? Yəni biz FTP adına protokol öyrənmişik. Burada FTP nə kimi çıxış eləyir? FTP masterschool.com burada domen adı olaraq çıxış eləyir. Yəni necə ki Milli Sınaq Az, Facebook.com, yəni bunlar domen adlardır.
Burada da ftp.masterschool.com'u domen adı olaraq götürüblər. Protokol deyəndə həmişə ən solda nə varsa ona baxın. Qoşa nöqtənin əvvəlində. Burada www xidmətdir. FTP aşağı, FTP Master School hətta bu ikisi birlikdə. Ən aşağı səviyyəli domendir, ən aşağı səviyyəli. Com ikinci səviyyəli domendir və yaxud da alt domen deyə bilərdik. Bir də buradan sonra məsəl üçün ölkə adı ilə bağlı .az, .tr belə bir şey olsaydı, ölkə adları ilə bağlı olan bir domen olsaydı, o da birinci səviyyəli domen adlanardı. Ən yuxarı səviyyəli. Yəni ölkə adları ilə bağlı bir domen gördüsə, o ən yuxarıdır. İkinci səviyyələr hansıdır? Com-dur, Gov-dur, Org-dur, kommersiya, məsəl üçün, Edu-dur, Education təhsildir. Bunlar ikinci səviyyəli domenlərdir və yaxud da alt domen deyirik. FTP Master School isə ən aşağı səviyyəli domendir. www xidmətdir, HTTP isə protokoldur. Doğru cavabımız oldu C bəndi. Qısa yolun silinməsi nəyin silinməsini gətirib çıxarır? Qısa yol shortcutdır. Yəni shortcutun silinməsi deyir nəyin silinməsini gətirib çıxarır. Yəni təsəvvür eləyin ki, mənim elə lab bu faylım olsun. Mən gəlib buna shortcutunu yaradıram. Create shortcut. Yaratdım. Deyir ki, bax bunun silinməsi nəyin silinməsinə gətirib çıxaracaq? Və yaxud da qovluğum var, qovluğun shortcut var, fərq eləməz. Deyir bunun silinməsi nəyin silinməsinə gətirib çıxaracaq? Yəni bunun silinməsi elə bu istinadın özünün silinməsinə gətirib çıxaracaq da gedib obyektin özünü siləsi deyil ki o. Ancaq istinadın özünü siləcək. Vəssalam, obyektə istinadın. Obyektin özünü silməyi mümkün deyil. Obyektin özünü silməyi mümkün deyil. Özü. Hamısını çıxdı. İndi bəs yaxşı, belə bir hal olsaydı, belə bir sual versəydi ki, bu obyektimin özüdür. İndi gəlin bunun shortcutunu yaradaq. Sizə sual versəydi ki, bəs yaxşı, qovluğun özünün silinməsi, yəni qovluğu silirəm. Bu dəfə nə baş verir? Yenə də, yəni eyni prosesdə əslində qısa yol silinməyəcək. Sadəcə qısa yolu açmağa çalışanda bizə belə bir dialoq pəncərəsi çıxır qarşımıza ki, yəni sən bunun qovluğun özünü silmisən, yəni hansı ki istinad gedib ora. Mən onu bərpa eləyim, yoxsa bunu da silinmi? Əgər mən o qovluğu yəni bərpa eləsəm, eləyirəm, qayıdıb gələcək və açılacaq o qovluq. Mən o qovluğu bir dəfəlik silsəydim, yəni Shift Delete vasitəsilə yeridibli zibil qutusuna düşmədən permanently delete eləsəydim və mən bunu açmağa çalışanda o artıq mənə təklif eləməyəcək restore-u. Çünki bərpa eləyə bilmir. Artıq zibil qutusunda yoxdur onu bərpa eləsin. Bayaq zibil qutusundaydı, bərpa eləyə bilirdi. İndi zibil qutusunda yoxdur deyə bərpa da eləyə bilmir. Vəssalam, yəni bunlardan hər hansı birinin silinməsi digərinin silinməsini gətirib çıxartmır. Cavab oldu A bəndi. 30. Average B23 vergül B25 qoşa nöqtə B27 funksiyasına analoji olan düstur hansıdır? Average ədədi ortanı tapmaqdan ötürüdür. Ədəd ortada nədir? Ədədlərin cəmi böl sayı. Məndə də hansı ədədlərdir, hansı xanalardır? B23 xanası. Üstə gələk. Vergül qoyub çünki. Üstə gələk. B25 qoşa nöqtə B27, yəni B25-dən B27-yə qədər olan diapazonu seçib bu. Ora nələr daxildir? B25, B26 və B27. Neçə dənə ədəddir? 4 dənə. Bölürük sayına 4 dənə. Məsələn, belə bir cavab harda var? C bəndi. Qoşa nöqtə qoydusa diapazon, nöqtəli vergül və yaxud da sadəcə vergül qoydusa, bu və deməkdir. Yəni, bu və bu. Məsəl üçün, yazıram bura A3 vergül A5. Bu demək ki, A3 və A5. Amma A3 qoşa nöqtə A5 yazmaq o deməkdir ki, A3, A4, A5 bu xanaların üçü də daxildir. 31. Doğru fikirləri müəyyən edin. Hər bir kompüter mərkəzi və periferiya hissəsindən ibarət olur. Bəli, Neymana görə hər bir kompüter iki hissədən ibarət olur, mərkəzi və periferik. Bu doğrudur. Bir doğrudursa, bir olmayan variantları çıxdaş eləyirəm. Xarici qurğular kompüterlərin işləməsi üçün vacibdir. Xeyr, yəni mənim printerim yoxdursa, mən kompüterim işləməyəcəkmi? Məsəl üçün printer, yəni xarici bir qurğudur. Çıxdaş eləyirəm, bu doğru fikir deyil. 2 olanı da götürməməliyik. Hesab məntiq qurğusu idarəetmə qurğusunun idarəsi altında işləyir. Bəli, bu doğru fikirdir. İnformasiya əməli yaddaşda emal edilmir. İnformasiya prosesorda emal edilir. 4 yalandır. Ona görə 4-ü də çıxdaş eləyirik. Cavabı artıq bilirik.
Mərkəzi hissə ilə periferi hissəsinin sistem interfeysi və yaxud da sistem şini ilə əlaqələndirilir. Bəli, doğrudur. Kompüterin ümumi işini mikroprosesor idarə edir. Bu da doğrudur. Bütün yaddaş qurğuları kompüterin mərkəzi hissəsinə aiddir. Xeyr, bütün yaddaş qurğularını mərkəzi hissəyə aid eləyə bilmərik. Çünki bizim xarici yaddaş qurğularımız var ki, xarici yaddaş qurğuları da bilirik ki, periferik hissəyə aiddir. 7-ni də çıxdaş edirik və cavabımız qalır E variantı. 32. Uyğunluğu müəyyən edin. Algoritmin sualıdır, nəzəri bir sualdır. Baxaq. Fikirləri oxuyuram. Diskretlik müəyyənlik kütləvilikdir. Fikirləri oxuyaq görək hansılar hansına aiddir. Algoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Bu nəticəviliyin tərifidir. Nəticəvilik. Burada nəticəvilik deyə bir şey varmı? Yox. Ona görə A bəndi heç birinə aid deyilsə, gedirəm hardakı A fikirləri var, çıxdaş edirəm. Baxın, burada A yazıb. Burada A yazıb, burada da A yazıb. Əslində cavab çıxdı. Gedək fikirləri oxuyaq. Müəyyən məsələnin həlli üçün tərtib olunmuş algoritm həmin sinifdən olan bütün məsələlərin həlli üçün yararlı. Həmin sinifdən olan bütün məsələlərin həlli dedisə, bu kütləvilikdir. Kütləvilik. Deməli, 3-ə getdi B bəndi. Məsələlərin həllinin yerinə yetirilmə algoritmi ayrı-ayrı əməliyyatlara bölünürsə, bu diskretlikdir. Çünki hər birinin müəyyən bir müddəti olur, o müddət ərzində yerinə yetirilməlidir. Yəni, 1-ə getdi C bəndi. Algoritm elə təsvir olunur ki, ondan bütün mütəxəssislər istifadə edilirsə, bu da kütləvilikdir. Yəni, kütlənin hamısı istifadə edə bilir ondan. B, D. Y də yəqin ki, müəyyənliyin olar. Algoritmin hər bir addımı dəqiq və bir qiymətli olmalıdır. Bəli, bu da müəyyənlik xassəsinin tərifidir. 1C, 2Y, 3B, D. Düzdür, biz cavabı tapmışdıq, amma yenə də fikirləri oxuduq. Gəlirik neçəyə? 33-ə. Video yaddaşı nə üçün istifadə edilir? Baxaq, qrafik rejimdə informasiyanın ekran üzərində nöqtələr üzrə piksellərlə verilməsi üçün, xeyr, yəni yaddaşdan söhbət gedirsə, deməli bu yadda saxlamaqdan ötürü nədirsə. Prosesorla video plat arasındakı informasiya mübadiləsini gücləndirmək üçün, xeyr. Monitorun ekranda çıxarılan kodlaşdırılmış video təsvirləri saxlamaq üçün. Bəli. Doğru cavab C bəndidir. Monitorun ekranda video təsvirlərinin canlandırılması üçün yox, prosesordan ötürülən qrafik informasiya monitorun ekrana çıxarılması üçün, yəni yaddaşdırsa, deməli nə isə yadda saxlamaqdan ötürüdür. Doğru cavab C bəndi. 34. Table verilənlər bazası verilmişdir. Aşağıda verilən sorğunu ödəyən neçə yazı var? Baxaq, sorğumuz nədir? Ümumiyyətlə, sizə belə bir pəncərə verəndə sorğunu necə qurursunuz? Baxırsınız kriteriya sətrinə, baxırsınız or sətrinə. Bir də sizdən ardıcıllıq falan soruşsa, onda baxırsınız bura sort hissəyə ki, bura ascending mi yazıb, descending mi yazıb. Ascending odur ki, artan sırayla, descending odur ki, azalan sırayla, yəni çoxdan azal. Bizdə hal-hazırda sortda heç bir şey yoxdur, çünki bizdən zaten neçə yazı soruşur, yəni ardıcıllıq falan soruşmur. İndi baxaq şərtimizi quraq. Eyni sətirdə yazılan şərtləri and-lə yazacaqsınız. Eyni sətirdə yazılanların arasına and qoyacaqsınız. Müxtəlif sətirdədirsə, yəni or sətrinə düşdünüzsə, bu iki sətir arasına or işarəsini yerləşdirəcəksiniz. Yəni, məndə hal-hazırda olur ad, like, A ulduz, yəni adı ulduzun, daha doğrusu A-la başlayanlar, adı A-la başlayanlar, eyni sətirdə daxı and qoyacam bura, and. Maaşı 600-dən kiçiklər. Düşdümmü or sətrinə? Bunu mötərizəyə alıram. Bir dənə yazıram bura or. Ora düşən kimi bir dənə orumu yazıram. Yazıram yaş bərabərdir 25. Və salam. Deyək ki, indi or sətrində bir dənə də şərt olmuş olsaydı nə baş verərdi? Onda bunda mötərizəyə alacaqdıq. Yazacaqdıq and, digər şərt nədirsə onu. Yəni, eyni sətirdə olanları and-lə yazırıq. Artıq or sətrinə düşəndə bir dənə oru mütləq yazmalıyıq ora. İndi baxaq görək, adı A-la başlayanlar kimlərdir? Adı A-la başlayanlar 3, 4, 5 nömrələrinə baxıram. Aysu, Aysel, Adil, bir də 7, Anar. And, maaşı 600-dən kiçiklər kimdir? 2-dir 600-dən kiçik. Sonra 600-dən kiçik 6-dır. 400 manatdır, 7-dir, 550 manatdır və salam.
Keçək. Orumuzu da yazaq. Yaşı 25 olanlar kimdir? 3'dür. Bir də 8. 3'dür 8. İndi düşürük həll eləməyə. Ənd isə kəsişdirmədir bu. Yəni ikisində də ortaq olanları götürməliyik. Kəsişdirmə. İkisində də ortaq olan sadəcə 7 var. Or isə birləşdirmədir. 3 ilə 8, 3 8 ilə 7-ni birləşdirəndə eləyəcək 3, 7, 8 ardıcıl şəkildə yazıram. 3, 7, 8. Bu bizdən onsuz da hansı nömrələr soruşmurdu? Neçə yazı soruşurdu? Neçə dənədir? 1, 2, 3 dənə. Doğru cavab olacaq C bəndi. Hansılar desəydi cavabım 3, 7, 8 olardı. 35 Word sualıdır. Abzas daxilində sətirlər arasındakı məsafənin təyin olunması əməliyyatı hansı variantda düzgün verilməmişdir? Açıq Word'umuzu. Bizə bura lazım olacaq. Paragraf qrupunun dialog pəncərəsi lazım olacaq bizə. Baxaq. Deyir ki, home, paragraf, indent and spacingdən indentation special sayəsində qiymətlərin dəyişdirilməsi. Baxın, o bu bölmədən söhbət gedir. Indentation space, special daha doğrusu. Baxın, buranı deyir. Bu isə sətirlər arasında məsafə deyil. Həmin sətrin bu hissəyə fikir versəniz, bu hissəyə fikir verin. Mən oranı dəyişirəm. Üst line eləyirəm, fikir verin, birinci sətr sağa doğru getdi. Sətirlərin arasında heç bir dəyişiklik baş vermədi. Hanging eləyirəm, birinci sətirdən başqa, yəni digərləri sağa sola doğru hərəkət elətdirmiş oluruq biz bunu. Amma bu bizə sağa sola demir də. Bu bizə deyir ki, sətirlər arasındakı məsafə. Sətirlər arasındakı məsafə. Elə doğru cavabım A-dır, yəni verilməyəni istəyirdi. Çünki A bəndi nə oldu? Soldan sağa doğru sıxmaq oldu. Buradan da hətta yəni ölçünü artırıb azaldaraq ayarlaya bilərsiniz. Soldan sağdan sıxmaqdan ötürüdür. İndi keçək digər variantlara baxaq. Home paragraf indent and spacingdən line spacing single seçilməsi. Baxın, line spacingdən single seçilməsi. Bundan söhbət gedir. Sətirlərə fikir verin, necə dəyişir? Baxaq. Məsəl üçün 1.5 qoyuram artır, single qoyuram azalır. Və digər bir dənə də fikir yazıb orada. Ondan əlavə deyir, nə düyməsini bas? Ctrl 1 düyməsinin sıxılması. Gəlin bu mətni götürək ataq ora ki, bizim bir Word-də mətnimiz olmuş olsun. Biraz artıraq. İndi sətirlər arası məsafəni deyir, Ctrl 1 düyməsi. Seçirəm və Ctrl 1-i basıram. Fikir verin, məsafə azaldı. Geriyə alaq, Ctrl 1-i basıram, məsafə azaldı. Yəni, single əmrinin qısa yoludur. Single'ın qısa yoludur. Sonra digər fikir nədir? B bəndi getdi. Home paragraph, line and paragraph spacing əmrinin seçilməsi. Line and paragraph spacing əmrinin seçilməsi. Gedək baxaq Word-a. Baxın bunlardır və yaxud da dialog pəncərəmizi açaq. Paragraph spacing. Baxın, elə buradan söhbət gedir. Buradan hər hansı birinin seçilməsi və yaxud da ölçünün artırıb azaldılması. Sonra D bəndində nə deyir? Ctrl 2 və yaxud da double seçilməsi. Baxın, burada double əmri var. Sətirlər arasında məsafəni artırdı. Və yaxud da onun qısa yolu var. Ctrl 2 düyməsi. Sonra digər bənd nədir? Y bəndi yenə 1,5 line seçilməsi və ya Ctrl 5. Baxaq, gəlirəm buradan. Ya 1,5 line seçirəm, azaldı. Ya da gəlib buradan Ctrl 5 eləyirəm. Sətirlər arası məsafəmiz dərhal dəyişdi. Bir dənə doğru olmayan A bəndi idi, çünki o soldan sağdan məsafə idi. Sətirlər arası deyildi. Gəldik 36-ya. Verilmiş lent qrupu hansı taba aiddir? Baxaq. Word sualıdır yenə. Açırıq Word-ümüzü. Table of content hardadır? Referensdə.
Mündərəcat yaratmaq əmri. Table of content qrupu reference tabındadır. Doğru cavab A bənd. Gəldik 37-ci suala. 16 simvollu əlifba ilə kodlaşdırılmış bu kodu neçə simvolu ifadə edir? Bu tip sualları toplumumuzda da görmüşük əslində. Orada deyir baytlarla ayrılmış, yarım baytlarla ayrılmış. Bu ikilik koddur. 16 simvollu əlifba. Bu nə deməkdir? 16 simvollu əlifbada bir simvol neçə bit tutur? 2 üstü 4-dür də bu. Tapırıq ki, 16 simvollu əlifbada bir simvolum 4 bitdir. Deməli, mən bu ikilik kodda da hər bir simvol 1 bit daxil. Deməli, mən bu ikilik kodu 4-4 ayırmalıyam. 4 bit ayırmalıyam. Sağdan sola doğru. 1, 2, 3, 4, 5 və 6. Deyir, neçə simvolu ifadə edir? Hər bir dörtlüyə bir dənə simvol kimi baxacağıq. 1, 2, 3, 4, 5, 6. Deməli, burada mənim 6 dənə simvolum var imiş. Bu tip suallarda sizə deyə bilər ki, sadəcə neçə simvol olduğunu soruşa bilər. Bundan əlavə soruşa bilər neçə müxtəlif simvol var, neçə təkrarlanmayan simvol var. Bir də deyə bilər neçə təkrarlanan simvol var. O zaman nə edəcəksiniz? Tutaq ki, bunu bir A ilə işarə edirik. Bu hissəyə deyirəm bir A-dır. Keçirəm ikinciyə. İkinciyə baxırsınız ki, əvvəlki ilə eynidirmi? Yox, eyni deyil. Buna deyirəm bir B. Keçirəm üçüncüyə. Əvvəlkilərdən hər hansı birinə oxşuyurmu? Bu 0, 1, 1, 0-dır. Burada elə bir şey görməmişdik. Buna bir C deyirəm. 0, 1, 0, 1. Aha, görürəm ki, mən burada 0, 1, 0, 1-im var idi. Deməli, buna da eyni simvolla işarələməliyəm. Buna da bir A dedim. 0, 3 dənə 1. Əvvəldə elə bir şey var idi mi? Bəli, 0, 3 dənə 1. B ilə eynisidir. 0, 1, 1, 0. 0, 1, 1, 0. Bu da C ilə eynisidir. İndi, bu tip suallarda bizə deyir neçə simvol var? Sayıram, sadəcə sayıram. 1, 2, 3, 4, 5, 6. 6 dənə simvolum var. Yaxşı, bəs neçə müxtəlif simvolum var? Burada cəmsi 3 dənə müxtəlif simvolum var. A, B, C. Bu birlər onların təkrarıdır onsuz da. Müxtəliflərim kimlər oldu? A, B, C. Neçə təkrarlanmayan simvol var? Burada hal-hazırda təkrarlanmayan simvol yoxdur. Çünki A da təkrarlanıb, B də təkrarlanıb, C də təkrarlanıb. 0 dənə. Neçə təkrarlanan simvol var? A təkrarlanıb, B təkrarlanıb, C təkrarlanıb. 3 dənə də təkrarlananı var elə. Vəssalam. Müxtəlif deyəndə təkrarlananların hamısını bir dənə sayacaqsınız. Təkrarlanmayan deyəndə, məsəl üçün, burada bir dənə də simvol olsaydı, ona D desəydiniz, təkrarlanmayan ancaq o D olardı. Çünki burada A, B, C üçü də təkrarlanıb. Təkrarlanan da deyəndə yenə kim təkrarlanıbsa onları sayırsınız. Bu qədər. 38. Tələbə S, foto, magistr, məntiq qovluğunda iş görürdü. Sonra kataloq ağacında 2 səviyyə geriyə qayıdaraq suallar alt qovluğuna daxil olur. Və həmin qovluqda foto 20 JPG faylını silir. Tələbənin sildiyi faylın tamı adı aşağıdakılardan hansıdır? Bax, bu qovluqda, yəni məntiq qovluğunda iş görürmüş. 2 səviyyə geri qaydanda, bu 1 səviyyə geri qayıtsa, getdi magistrın içində dayanmış oldu. Bir dənə də səviyyə geri qayıtsa, hal-hazırda foto qovluğunun içində dayanmış olur. Hal-hazırda təsəvvür edin ki, C diskində bir foto qovluğu var, onun içində dayanmışıq. Digərlərinə daxil olmamışıq. İndi deyir ki, qayıdaraq suallar alt qovluğuna. Fotonun içində səndəmi suallar alt qovluğu var imiş. Niyə? Çünki deyir 2 səviyyə geriyə qayıdır və suallar alt qovluğuna girir. Deməli, mənim foto qovluğumun içində həm magistr qovluğu var imiş, həm də suallar qovluğu var imiş. Yanaşı qovluqlardır bu ikisi. Və magistr qovluğun içində əlavə bir dənə də məntiq qovluğu var imiş. Onu buradan gördüm. Magistrın içində məntiq var imiş. Bir suallar alt qovluğuna daxil olur. Aha, daxil olduq bunun içinə. Və həmin qovluqda, bax, burada foto 20 JPG faylını silir. Foto 20 JPG. Bu faylı silir. İndi bu faylın, yəni silinən faylın yolunu istəyir. Silinən faylın yolu nə olacaq? Foto 20 JPG, qalxıram yuxarı suallar, qalxıram yuxarı foto, bir dənə də qalxıram yuxarı, təbii ki, C diskimiz var idi də orada, C disk. Və salam, faylın yolunu tapdıq. Foto 20 JPG, suallar, foto, C.
Elə bir variant varmı? C bəndinə baxsaq. Fikir verin. A bəndində nə səhvdir? Magistr məntiq. Bu burada qalmamalıydı. Axı mənə demişdi 2 səviyyə geri qayıdır. Mən 2 səviyyə geri qayıdanda magistrla məntiqin orada nə işi qalmışdı? B bəndində də həmçinin magistr məntiq ikisini də saxlayıb, hətta sualları da gətirib qoyub məntiqin içinə. Axı bu mənə deyirdi 2 səviyyə geri qayıt, ondan sonra suallar oradadır. 2 səviyyə geri qayıdandan sonra sualları görür bu. B bəndi də getdi. D bəndində ümumiyyətlə foto qovluğunu da itirib, suallar qovluğunu da itirib. Yəni burada ən azından deyirdi ki, suallar qovluğuna daxil olur və oradakı bu faylı silir. Yəni heç olmasa suallar qovluğunu itirməyəydin də. Y bəndində də foto qovluğunu itirib. Çünki biz 2 səviyyə yuxarı qalxanda foto qovluğun içində dayanmış olurduq. Y bəndi də yanlışdır. 39. Aşağıda verilmiş elektron cədvəl fraqmentinə əsasən nəticəsi al olan funksiyaları seçin. Excel sualıdır. Baxaq. Biraz kiçildək ekranımızı, tam görək funksiyaları. Aha. Nə istəyir bu bizdə? Birincidə deyir left A1, 2. Yəni, soldan A1 xanasının soldan 2 simvolu deməkdir. A1 xanasının soldan 2. A1 xanasının soldan 2 simvolu aldı. Bu da mənə deyir nəticəsi al olanlar. Deməli, birinci 1 doğrudur. Right isə sağ deməkdir. Right B2, 2. B2 xanasının sağdan 2 simvolu. B2 xanasının sağdan 2 simvolu ışdır. Bu ola bilməz, getdi. Mənə al olanları istəyirdi. Sualda deyir ki, al olan. Sonra right B3, 2. B3 xanasının sağdan ikisi. B3'ün sağdan ikisi. Bu ça olacaq. Bu da getdi. B1 xanasının sağdan ikisi. B1'in sağdan ikisi. Al. Doğrudur. A2 xanasının sağdan ikisi. A2 xanasının sağdan ikisi. Doğrudur. A4 xanasının soldan ikisi. Left. A4'ün soldan ikisi. Ju'dur. Soldan ikisi. Ju. A3 xanasının soldan ikisi. Zü'dür. Bunlar da getdi. 1, 4, 5. Doğru cavab B bəndi. Keçdik 40'a. Burada yəqin ki bir şey qalmamışdı. Aha, 39'daydıq. 40'a. Nə istəyir 40'da? Sahəyə 10'dan çox hərf daxil etməmək üçün mətin sayəsinin hansı xüsusiyyətindən istifadə etmək lazımdır? Baxırıq, 10'dan çox hərf daxil etməmək. Yəni, mən deməli sahəyə ölçü təyin etmişəm. Sahəyə ölçü təyin etmişəm ki, 10'dan artıq olmasın. Elə Y bəndi. Buna çaşıb qiymətə şərt yazanlar. Qiymətə şərt nədir? Qiymətə şərt budur ki, məsəl üçün mən o xanaya tutaq ki, deyirəm, A hərfini yaza bilməyim və yaxud da 5 rəqəmini yaza bilməyim. Şərt budur. Amma biri var ki, ölçü qoyursan ki, maksimum, yəni hər şey yaza bilim, amma maksimum həddim 10 olsun, ondan çox yaza bilməyim. O artıq ölçüdür. FTDI lokal şəbəkə texnologiyasında hansı topologiyadan istifadə edilir? Halqavari topologiyadan istifadə edilir. Texnologiyalar öyrənmişdik. Ethernet, Token Ring, FTDI, ARPANET, 100VG, NLAN və s. Burada FTDI ilə Token Ringdə halqa topologiyasından istifadə olunurdu. RGB palitrasında təsvir olunmuş şəkil kompüterin yaddaşına 48 kilobayt yer tutur. Təsvirin ölçüsü nə qədərdir? Şəklin tutum düsturu bərabərdir. N vur uzunluq vur palitra. N'in uzunluğunu bilmirəm. Yazıram X. Vururam palitraya. Hansı palitradır? RGB. RGB palitrasında 224 sayda rəng var. Yəni 1 piksel 24 bit yer tutur. Vuracam 24 bitə. Kilobaytdadırsa cavabımız böləcəyik 2 üstü 13'ə. 2 üstü 13'ə. Niyə? 2 üstü 3'ə böləndə, yəni 8'ə böləndə bitdən bayta keçmiş olduq. Bir dənə 1024'ə, yəni 2 üstü 10'a böləndə kilobayta keçmiş olduq. Bərabərdir 48'ə. Bərabərliyimin sağı solu eyni ölçü vaydında olmalıdır. X bərabərdir 48 vur 2 üstü 13 böl 24. 24 ilə bunu ixtisar aparsaq burada qalsın 2. Yəni bu 2 üstü 1 deməkdir də. Cəmsi burada olduğu 2 üstü 14. Şəklimin ölçüsü 2 üstü 14'dür.
İndi gedib variantlarda baxmalısınız ki, hansı 2 üstü 14 eləyir. 5 son 2 vur 128. Bu 2 üstü 9'dur, bu 2 üstü 7'dir. 2 üstü 16 elədi. Bu 2 üstü 8, bu da 2 üstü 8 elədi, 2 üstü 16. Bu 2 üstü 6, bu 2 üstü 9 elədi, 2 üstü 15. 2 üstü 7, 2 üstü 7. Bəli, vuranda bir-birini eləyəcək, 2 üstü 14. Doğru cavabımız B bəndi. Bu 2 üstü 6'dır, bu 2 üstü 7'dir, eləyəcək 2 üstü 13. Ona görə doğru cavabımız olur B bəndi. Yəni 2 üstü 14'e bərabər olan variantı seçməliyik. 43. Metin prosesorunda aşağıdakı siyahı yığılmışdır. Kursor onun vəziyyəti şaquli xətlə göstərilmişdir. Yəni budur. Siyahının birinci elementinin sonunda yerləşir. Dərs oxuyunun sonunda yerləşirmiş. Enter düyməsi burada dayanıb sıxıldıqda mətin hansı şəkildə olar? Baxırıq. Yazıram bura. Nə yazıb? Markerləmək nə yazıb? Mən də yazıram. Dərs oxuyun. İkinci nədir? İmtahana az qalıb. Bir də son 4 dərs. Yazdım. Deyir ki, kursor hardadır? Birinci sətrinin sonundadır. Burada dayanıb. Burada dayanıb enter bassaq nə olacaq? Yeni bir boş sətr, özdə markerli boş sətr. Yəni markerli dediyim bu, nömrələnmiş. Vəssalam. Gedək görə belə bir cavab varmı? D bəndinə baxsaq. Yəni digər variantların üstündə dayanmamıza ehtiyac yoxdur. Çünki orada enter basanda gördüyümüz kimi belə bir işarə də yaranır. Çünki artıq bu siyahıdır. Markerlənmiş siyahı. Slaydların 6-dan başlayaraq nömrələnməsi üçün lentin hansı tabının lent qrupundan istifadə olunur? Var slaydları nömrələmək, var slaydları istənilən nömrədən başlayaraq nömrələmək. Slaydları sadəcə nömrələmək desəydi, insertdə text qrupunda slide number əmri deyərdik. Yəni, birdən başlayaraq nömrələyəcək. Amma bir də var ki, slaydları istədiyim nömrədən başlatmaq. Məsəl üçün, sualda dediyi kimi 6-dan başlayaraq. O zaman neyinirsiniz? Design'da, Customize qrupunda gəlirik, baxın, Custom Slide Size-ın dialog pəncərəsinə. Baxın, burada Number Slides From əmri görürük. Neçədən başladım? Deyirəm, 7-dən başladım. OK deyəndən sonra gəlib nömrələyirik. Slide number. Bizim indi slaydımızın dizaynını dəyişək. Nömrəni görək. Baxın, 7-dən başladı. Yəni, normalda mən sadəcə onu ayarlamasaydım, 1-dən başlayıb nömrələyərdi. Ayarlamaq deməli, hardan oldu? Design'da, Customize'da. Sadəcə nömrələməkdə isə Insert'də, Text'də. 6-dan başlayaraq Design, Customize. Sistem proqram təminatını təşkil edən proqramlardan biridir. Biz sizlə proqram təminatını öyrənəndə dedik ki, proqram təminatı bölünür 3 yerə. Sistem proqram təminatı, tətbiqi proqram təminatı, bir də instrumental proqram təminatı. Sistem proqram təminatı da öz növbəsində 2 yerə bölünürdü, bazaya və servisə. Bazada var idi əməliyyat örtükləri, əməliyyat sistemləri və şəbəkə əməliyyat sistemləri. Servisdə var idi utilitlər, antiviruslar, arxivatorlar və s. və s. Baxaq, bu bizdən onsuz da baza servis deyə soruşmur. Sistem proqram təminatını təşkil edənlər soruşur. Proqram kompleksləri instrumentaldadır. Əməliyyat örtükləri bəli sistemdədir, özdə baza hissəyə aiddir. B bəndi doğru cavabımızda sistem soruşurdu çünki. Cədvəl redaktorları tətbiqidir, mətin redaktorları tətbiqidir, inteqrallaşmış paketlər tətbiqidir. Vəssalam. Gəldik açıq tipli suallarımıza. 46-cı sual. Ölçüsü 9 kilobayt olan klasterdə neçə ədəd 3 kilobaytlıq fayl yerləşdirmək olar? Klaster məsələsidir. Dəfələrlə bu suallarla rastlaşmışıq. Baxaq. Bir klasterimin ölçüsü 9 kilobaytdır. Biri 9 kilobaytdır. Və deyir, bunun bir dənəsinin içinə neçə dənə bundan yerləşdirmək olar? Bunun bir dənəsinin içinə biz bir dənə o fayldan yerləşdirə bilərik. İndi fikirləşirik ki, niyə ki 3 kilobaytdır, 6 kilobaytım ki, boş qalıb burada. Amma klasterdə belə bir şey var ki, biz 2 dənə faylı gətirib bir klasterə yerləşdirə bilmərik. Çünki klasterin tərifi zaten belədir ki, bir faylın bütövlükdə
bir faylın bütövlükdə yerləşdirilə bilməsi üçün ayrılan sektorlar qrupu. Fikir verin cümləyə bir faylın deyir. Yəni mən bir klasterə bir dənə fayl yerləşdirə bilərəm. Burada nə qədər boş yer qalsa da, o yer həmişə boş qalacaq onsuz da. Mən ora gətirib başqa bir faylı yaza bilmərəm. Və yaxud da 3 kilobaytlıq, 1 kilobaytlıq fərq eləməz, 0,1 olsunluq bu. Yəni ora gətirib yerləşdirə bilməyəcəm. O klasterin bu hissəsi həmişə boş qalacaq. Növbəti 3 kilobaytlıq faylı bilirsiniz hara yerləşdirəcək? Növbəti 3 kilobaytlıq faylı keçəcək növbəti klasterə. Ora boş qalsa belə. Ona görə cavabımız olur, həmin klasterə biz cəmsi bir dənə fayl yerləşdirə bilərik. Bu sual belə olsaydı, deyərdi ki, klaster 9 kilobaytdır. Klaster 9 kilobayt. Amma faylım tutaq ki, 13 kilobaytdır. Onda sualı necə verərdi? Deyərdi ki, bu faylı yerləşdirmək üçün neçə ədəd klaster lazımdır? Və yaxud da bu fayl kompüterin yaddaşında nə qədər yer tutacaq? Onda başqa məsələ. Sual da başqa cür qoydu axı. Mən baxıram ki, klasterimin biri 9 kilobaytdırsa, bunların hər biri 9-dursa, mənim faylım da 13 kilobaytdır. 9-u tam tutacaq buranı, qalıb 4-ü çöldə. 4-ü də keçib bunun yarıdan az hissəsini tutacaq. Deməli, mən bu faylı yerləşdirməkdən ötürü mənə 2 dənə 9-luq lazım oldu. Və bu boş qalan yer bayaqları cümlə işlətmir. Boş qalan yer boş qalacaq. Onsuz da biz ora başqa fayl yazası deyilik. Başqa fayl gələcək bu biri klasterə. Bu boş qalan yer boş qaldığı üçün mənim bu 13 kilobaytlıq faylım 2 dənə klasteri məhv eləmiş sayıldı. Zəbt elədi onun ikisini də. 2 dənə 9-luğu zəbt eləyibsə, nəticə etibarından bu fayl kompüterin yaddaşında 18 kilobayt yer tutmuş oldu. Havaydan 5 kilobayt artıq yer tutdu klasterləşməyə görə. Baxın, ayrıca kompüterimizdə hər hansı bir fayldır. Bunun propertisinə baxaq. Bir verim yazılıb size 323 kilobayt, size on disk 324 kilobayt. Elə həmin məsələdir. Faylın öz həcmi bizdə necə ki 13 kilobayt idi, getdi kompüterdə 18 kilobayt tutdu. Burada da klasterləşməm 4 kilobaytdır. 323 faylın öz həcmidir. Amma klasterləşməyə, yəni o 4 kilobayt bölünməyə görə getdi diskimdə 324 kilobaytı məhv elədi. İndi orada 1 kilobaytdır. Bəzi fayllar olur ki, daha çox fərq hiss edirik. Məsəl üçün, baxın, 213-dür, amma diskdə 216 yer tutub. Sırf o klasterləşməyə görədir. İndi bizdə bu başqa cür sual vermişdi. Deyir, bir dənə klasterim 9 kilobaytdır. Həmin o bir dənə klasterin içində neçə dənə bundan bir dənə klasterin içində bir dənə fayl yerləşdirə bilirik və salam. Ona görə cavab olur 1. Hansı əməliyyatların köməyi ilə bütün sənəd seçilir? Baxaq. Gedirəm bir dənə Word sənədini açıram. Elə bu sınağın özünü açaq. Birinci fikir nə idi? Sənədin sol kənar sahəsinə mausun sol düyməsi 3 qat kliklənir. Bəli. Deməli, sənədin sol sahəsinə bir dəfə klikləyəndə sətirdir, 2 dəfə klikləyəndə abzas, indi burada sətrim, bir dəfə klikləyəndə sətir, 2 dəfə klikləyəndə abzas, 3 dəfə klikləyəndə isə bütün sənəddir. Sənədin sol sahəsi. Sənədin sağ sahəsi anlayışı yoxdur. Yəni, desək ki, sağında bir dəfə klikləyəndə nə olur? Elə bir şey yoxdur. O variantı başdan atın getsin. Sağında klikləyəndə nə isə seçmək olur. Ancaq sol sahəsində klikləyəndə seçmək var. Bir dəfə sətir, 2 dəfə abzas, 3 dəfə bütün sənəd. Birinci fikir onda doğrudur. Klaviaturada Ctrl-A düymələr kombinasiyası təbii ki, Ctrl-A-nı basıram, Select All deməkdir. 2 də doğrudur. Sənəd daxilində ixtiyari yerdə mausun sol düyməsi 4 dəfə kliklənir. Mausun sol düyməsini 4 dəfə klikləmək anlayışı yoxdur. 2 dəfə sözdür, 3 dəfə abzasdır. 4-cü dəfəsi yoxdur. 2 dəfə söz, 3 dəfə abzas. Digər fikir nədir? Klaviaturadan bir F8 düyməsi 2 dəfə ardıcıl basılır. Baxaq buna. Klaviaturadan ardıcıl 2 dəfə basanda F8-i görək nə baş verir. Ümumiyyətlə, F8-i bir dəfə basanda sadəcə kursorun yerini təyin etmiş oluruq. 2 dəfə basanda söz seçilir. 3 dəfə basanda cümlə seçilir. 4 dəfə basanda abzas seçilir. Yəni, mən burada cümləm zaten abzas idi deyə fərq hiss eləmədik çox da. Düzdəsini hiss elədik, o sağda solda boş qalmış hissələrdə seçdi. 5 dəfə basanda isə bütün sənəd seçilir. Deməli, bir dəfə basanda kursorun yerini təyin etdi. 2 dəfə basanda söz seçildi. 3 dəfə basanda cümlə, 4 dəfə abzas, 5 dəfə bütün sənəd. Yəni, böyüyə-böyüyə getdi.
2 dəfə seçəndə nə seçilmişdi bizdə? Söz. Ona görə 4-ü çıxdaş eləyirik. Kursoru sənədin sonunda yerləşdirib Shift Ctrl Home bas. Sənədin sonunda yerləşdir, Shift Ctrl Home. Doğru deyil. Sənədin əvvəlinə qədər seçəcək. Sonunda dayanmışamsa əvvələ qədər. Ümumiyyətlə Shift Ctrl Home-un işi nədir? Kursorun dayandığı yerdən əvvələ qədər seçməkdir. Kursorun dayandığı yerdən. Bu da deyir sonunda dayandırıram. Axı bütün sənədi seçmək istəyir. Sonunda dayandırıb bu düyməni basanda hamısı seçiləcək. Klaviaturada Ctrl düyməsini basılı saxlamaqla sənəd daxilində ixtiyari yerdə mausun sol düyməsi kliklənir. Bu cümləni seçir. Məsəl üçün, burada dayanmışam. Cümləni dedim, yəni nöqtəyə qədər olan hissədən söhbət gedir. Təbii ki, elə bir cümlə seçək ki, məsəl üçün, gəlin bu cümlədə dayanaq. Ctrl və mausun sol düyməsi. Fikir verin, nöqtəyə qədər olan hissəni seçir. Ona görə 6-da yalandır. Doğru cavab olacaq 1, 2, 5. Baxaq görək neçəsi deyir, hansılar deyir. Hansı əməliyyatların? 1, 2, 5. 48. Ana plata üzərində yerləşənləri müəyyən edin. Qida bloku sistem blokunun içindədir, amma ana platada deyil. Sərt disk daxildə yerləşən xarici yaddaş qurğusudur. Sistem blokunun içindədir, amma ana platada deyil. Əməliyyat daşı mikrosxemi, bəli. Riyazi sol prosesor, bəli, prosesor. FDD daha doğrusu bu disket ya da çevik disk deyəcəyik buna. Çevik disk. Hansı ki bunun ölçüsü 1,44 megabayt idi. FDD xarici yaddaş qurğusudur. Bunu çıxdaş eləyirik. Video kart, səs kartı və şəbəkə kartının slotları, bəli slotlar ana platanın üzərindədir. Cavab olacaq 3, 4 və 6. 49. A8 xanasının qiymətini hesablayın. Sam A5, A7. A5 və A7-nin cəmini istəyir. A5 nədir? Budur. A7 nədir? O da buradır. Deməli, A5-i tapmaqdan ötürü deyir, sam A1-dən C4-ə qədər. A1-dən C4-ə qədər. Bunların cəmini istəyir. Təbii ki, ədədləri cəmləyəcəyik. Dırnaqda yazılanlar ədəd deyil, mətindir. Bunu çıxdaş eləyirik, bu bizə maraqlı deyil. Ədədlərim kimdir? 2-dir, 3-dür, elədir 5. Üstünə 7 gələcəm, elədir 12. Üstünə 6 gələcəm, elədir 18. Üstünə 7 gələcəm, elədir 25. Burada saymırıq 3 nidanı, bu faktorial deyil. Faktorial yazmaq istəyirsə bərabərdir fakt deyə bir funksiyamız var. 3 nida yazıbsa bu mətindir. Dırnaqda 3 yazıbsa bu mətindir. Hətta belə bir şeylə 2 tək dırnaq bu da mətindir. Yəni belə şeyləri saymırsınız, onlar mətindir, ədəd deyillər. Bu isə average istəyir. Cəmin tapmışam 25. Neçədən ədəd idi? 1, 2, 3, 4, 5. Sayına bölürəm ədəd ortanı tapmaqdan ötürü. Elədi 5. İndi bunun cəmini soruşur bizdən. 25-in üstünə 5 gələndə də eləyir 30. 50. Uyğunluğu müəyyən edin. Web server, web səhifə, web browser. Baxaq, web səhifələrin təşkili dili deyirsə, burada dildən söhbət getmir. Yəni, dil fikri yoxdur burada ki, uyğunlaşdırım nəyinəsə. Web səhifələrə baxış proqramı, bəli, bu brauzerlərdir. Saytlara girməkdən ötürü brauzerlərdən istifadə edirik. Bir neçə lokal şəbəkəni əlaqələndirən xüsusi vasitə, şəbəkələri əlaqələndirən qurğular öyrənmişdik biz lokal şəbəkədə. Burada qurğu adı görmürük. C bəndin çıxdaş. Ən azı bir hiperistinada malik olan sənədi, bəli, bu web səhifələr olacaq. İnternetdəki verilənlərə daxil olma imkanı yaradan xüsusi kompüter, internetdəki verilənlərə daxil olma imkanı serverlərdir, bəli. 1Y, 2D, 3D B oldu. Bu qədər.